Deməli, qıvrımbaş və vızbaş dostlarım yaxın otur. Bugün qərar verdim, bir vlog çəkim. Vlog. Deməli, bilənlər bilir ki, mən saçlarıma necə düşkünəm də, yəni necə sevirəm saçlarımı. Bu hələ bir neçəsi bitib. Baxımlarımı göstərə bilmirəm. Sorry. Deməli, uşaqlar, bunlar mənim saç maskalarımdır, tanıyan bilir. Bu dib üçün rozmarin belə bir şeydir. Belə də. Bu da belə də fransız belə saç dibləri üçündür bu da bəlkədən. Bu da daimi Ladore saç maskasıdır. Bir də belə də. Uşaqlar, deməli mən qıvrımlarımı belə fiksləməklə məşğulam da. Həmişə istəyirəm ki, belə qıvrımlarım vız qalmasın da. Yəni, yəqin ki, vızbaşlar mənə başa düşürlər. Yəni, bizim əsas problemimiz nədir? Saçımızın vız qalmağıdır da yuyandan sonra. Mən uşaqlar çox spreylərdən istifadə eləmişəm. Və uzun sözün qısası, nəhayət ki, tapdım öz kremimi, saç fiksatorumu. Möhtəşəm bir şeydir. Yəni, urban. Vızbaşlara tövsiyə edirəm uşaqlar. Mən paxıl deyiləm, bilirsiniz. Və təbii ki, bunu mən sizə tövsiyə edirəm. Bunu mütləq alın. Baxın. Dünən istifadə eləmişəm. Təbii ki, amma saçımızı qəşək darayırıq maskalardan sonra. Sonda artıq bunu vururuq. Yaş saçlarımıza belə qəşəkcənə darayırıq. Yaş saçlarımıza bunu daraya əlimizə belə qəşəkcənə sürtürük. Belə bir masajlar da eləyirik. İndi prosto qurudur deyə sizə belə bu şəkildə göstərirəm. Və qalır, heç nə, səhər durursunuz ki, saçlarınız möhtəşəmdir. Və dağılmır da, yəni. Yəqin ki, yuyana qədər bu şəkildə olacaq. Mən 2 gündən bir saçımı yuyuram. Yəni, uşaqlar, tövsiyə edirəm. Şiddətlə, mütləq bunu alın. Vızbaşlar.